Herkese salam, Mateori kanalındasınız. Bu videonu çəkdiyim gün etibarilə birinci bölgənin buraxılış imtahanına 140 gün, ikinci bölgənin buraxılış imtahanına 147 gün qalıb. Bu videonu çəkməyimin əslində iki əsas səbəbi var. Birincisi odur ki, 147 gündə bu vaxt kavramını sizin beyninizdən silməkdir. Okay, yəni 147 gün qalıb, artıq ya da 140 gün qalıb. Mən heç nə dəyişdirənmərəm. Alınmaz, bla bla bla. Bu kimi absurd fikirlərin qarşısını almaqdır. İkincisi isə fevral ayında deyəcəyiniz bəzi kaşkilərin, deyim daha doğrusu dırnaq arası kaşkilərin qarşısını almaqdır. İlk öncə bu kaşkilər haqqında danışım. Belə deyim, indi oxumursunuz, tam olaraq özünüzü dərsə vermirsiniz. Düzdür, o stres hələ üstünüzdədir, amma tam olaraq özünüzü dərsə verə bilmirsiniz. Gəlir oktyabr, gəlir noyabr, gəlir dekabr, yanvarda da biraz nəsə eləməyə çalışırsınız. Fevral qapını döyəndə fikirləşsən ki, ayda mən başıma çətin gələdi. Mən riyaziyyatdan çox mövzunu bilmirəm. Çətin mövzulara ümumiyyətlə girişməmişəm. İngilis dilindən mənim çox mövzu boşluğum var. Mən qrammatika, Azərbaycan qrammatikanı ancaq köçürdümüşəm, oxumamışam. Bunların hamısı üst-üstə o 28 günün üstünə minəndə o stresslə siz heç nə də oxuya bilmirsiniz və bərbad edirsiniz buraxılışı. İndi bəzi farkındalıqlar yaradacağam ki, siz də indi oturub oxuyun. Həqiqətən. O kaş ki demək çox ağır bir şeydir. O kaş ki fevralın ortasında 14-ü deyəsiniz. Kaş ki noyabrda oxuyardım, kaş ki oktyabrda oxuyardım. Bu oktyabra qayıtmaq üçün çox şeyimi verərdim deyəsiniz. Amma qayıda bilməyəsiniz təəssüf ki, çünki zaman maşını deyə bir şey yoxdur. Olsa da o xarab edərdi yəqin ki. Siz Efraimə göndərmədiniz. İlk öncə bir şey bilin ki, 3 fəndə də eyni ağırlıqda yüklənməlisiniz. Başa düşdünüz? Mən filan fəndən güclüyəm, filan fəndən zəifəm. Nə bilim, elə absurd fikirlər olur ki, oturub o güclünün üstünə daha da güclü eləmək istəyirlər, 100 bal falan eləmək istəyirlər. Zəif ölür, qalır 20 balda. Yəni elə də eləməyin. Yəni heç kim sizin orada auranızı ölçmür. Mən görürdüm TikTokda aura editlərini. Yaxşı bir şeydir, amma nəticədə sizin balınıza bir təsir eləməyəndən sonra, hətta balınızı aşağı salandan sonra o aura heç nə. 5000 like almağı onun heç kimin vecinə deyil şəxsən. 2 gündən sonra yaddan çıxır. Sizə önəmli olan balda və gedəcəyiniz universitetdir. Yəni bir yerdə də həyatınızı dəyişdirə biləcək bir şeydir bu. Onun üçün belə necə deyim, gizli şeylərə getməyin. Oturun dərsinizi oxuyun, okey? Bu nə tər deyil? Baxın, Azərbaycanla zəifsənsə, riyaziyyatdan güclüsənsə, riyaziyyata da yenə yetəri qədər önəm ver. Amma Azərbaycanın üstünə get. Baxın, zəif olduğum bir şey eləmək həqiqətən əziyyət verici bir şeydir. Bu acı çəkdirir də adama. Yəni mən bilmirəm, oxuduqca da görürəm ki, bilmirəm. Ayda mən beynim deməli işləmir. Mən beynim zəifdir deyə bir algı yaranır. Amma məcbursan. Azərbaycan dilində oxumağa məcbursan. Hansı fən zəifdirsə onu oxumağa məcbursan. Balını artırmaq istəyirsənsə, o 140 günün var da, yəni. Bunu eləməyə məcbursan da. Yəni o belə bir şey kimi də demirəm. O Sovetin adamları kimi, ayda bu 140 gün oxu, qalan düzələcək. Nə bilim, 11-ci sinfi düzələcək, universiteti qutarı düzələcək. Bunlar heç vaxt da düzəlməyəcək. Həyatın hər anında əziyyət çəkmək məcburiyyətindəsiniz. Bunu dəyişdirə bilməzsiniz. Bu düzən belədir də. Yəni biz qurmamışıq bu düzəni. Yəni Matrixdən qaça bilməzsiniz. Bunu bilin. Okay? Nəysə, keçək fən bəzi tövsiyələrimi verim ki, önəmli olan tövsiyələrimi. Çünki mən ayrı fən tövsiyə videolarımı vermişəm. YouTube kanalına keçib baxa bilərsiniz. Həqiqətən keyfiyyətli videolar alındığını düşünürəm və yetəri qədər etkiləşim də aldı. Yəni hak elədiyi etkiləşimi aldı açığı. Amma mən qalan 140 gün ərzində qısa bir müddət ərzində nə eləyə biləcəyiniz haqqında danışacağam. Okay? Azərbaycandan nə qarmalısınız? Baxın, Azərbaycan dilində ən önəmli nüanslardan biri qalan müddət ərzində deyərdim ki, fərq atacağı nüanslardan biri Azərbaycan dilinin qrammatikasıdır. Yaxşı deyirsən ki, nə əlaqədir Azərbaycan dilinin qrammatikası? 25 bal verir cəmi. 75 bal mətn verir. Ondan sonra oturub mətn işləyərəm. Baxın, ondan sonra oturub mətn işləyərəm. Fəlsəfəsi ilə gedən 10 minlərlə uşaq var. Başa düşdünüz? 10 minlərin qabağına keçmək istəyirsinizsə, oturub qrammatikada oxumalısınız. Yəni fikirləşirlər ki, qrammatika olsa 25 bal verir, 75 bal mətn verir. Qrammatikadan atıb tutub 4 dənə düz yazaram. Mətndə oturub yazaram, nə olar 80 bal. Axı sən niyə görə 80 bala yetinməlisən? Bu bir püsdür ki, sən 80 bal, o mətnin necə düşəcəyi səbəb bəlli deyil. Mətn gələr çətin düşər, qrammatikada da heç nə bilmirsən, gələr balın 50. Nə qarassan? 2023-də 2001 mətn düşə bilməz, düşər. Və heç nədə sübut edə bilməzsən ki, demə, şey deyil. Onun üçün mətnlə paralel qrammatikanı da buraxmayın. Demirəm, oturun qrammatikanı sonra 25 bal verir. Yəni məntiqən 25 balın üstündə nə qədər əsə bilərsən. Çox ehtiyac yoxdur. Amma əlinizdən buraxmayın da. Yəni yəni nətər demir, 300 dənə test verirsə müəlliminiz, hamısını köçürdürməyin. 150-sini köçürdün gedin, başa düşdünüz? Yəni 300 testdə sərf edəcəyim vaxt gedib adama deyirlər riyaziyyat oxuyaram. Ehtiyac yoxdur. Haqlısınız da bir yerdə. Amma yenə də
tam buraxmayın ki əlinizdən. Ən azından 7, 8, 9 düz səviyyəsində saxlayın. Başa düşdünüz qrammatikanızı. Və qrammatikadan xahiş edirəm, toplumdan başqa heç nə işləməyin. Baxın, müəlliminiz güvən verirsə, elm verirsə, elə mətndən də aiddir. Elm verirsə, imhaşin verirsə, köçürdün gedin də. Valla köçürdün gedin. Ehtiyac yoxdur. Vaxt içində, sadəcə vaxt içində 140 gün ərzində ehtiyac yoxdur onları eləməyə. Hə, nə bilim 240 günün olsaydı imtahana, onda deyərdim ki, işləyə bilərsən, öz seçimindir. Amma artıq vaxt yoxdur deyə sadəcə toplu işləyin gedin. O qrammatika topludan düşür. Baxmayın siz OTK sınavına gedəndə 20 sınavın qrammatika suallarına baxanda orada qəliz suallar var. Topludan düşür dimin imtahanına. Okay? Bunu bilin. Bunu ağlınızdan çıxartmayın heç vaxtda. Okay? Başqa. Sizə mətnlərdən bəzi tövsiyələrimi verim. 140 gün üçün nə eləyə bilərsiniz? Baxın, yenə deyirəm. Müəlliminiz mətni sizə hələ də ERM-dən, MHM-dən, nə bilim, o bu biri kitablardan işlədirsə, o mətni işləməyin. Köçürdün gedin, okay? Köçürtmürsünüzsə müəlliminizə deyin ki, mən işləmirəm. Mən toplu işləmək istəyirəm, okay? Toplu. Baxın, 80 dənə mətn var toplu. Günə 2 dənəsini işləsəz bu 140 gün ərzində 3 dəfə qutara bilərsiniz, okay? Yəni 80 mətnini 3 dəfə qutara bilərsiniz. Amma 3 dəfə qurtarmaq belə lazımdır, 2 dəfə qurtarmaq lazımdır. Yəni deyərsən ki, niyə görə? İkinci dəfə qurtarmağın nə mənası var? Bir dəfə yazandan sonra. Bax, çox mənası var. O sual tiplərinə alışmaq çox şey dəyişdirir. Okay? Yəni bir sual tipini yaza bilmədin, amma onu bir dəfə gördün. Bir də var ki, bir sual tipini yaza bilmədin, amma ikinci dəfə gələndə onu yazırsan. Artıq o sənin beynində qəlibləşir, oturur. Gəlir imtahanda da onu gözü bağlı yazırsan. Başa düşdünüz? Mütləq baxın, dönə-dönə xahiş edirəm. Toplu mətnlərini 2 dəfə işləyin. 2 dəfə. Bir dəfə işləyin. Ardınca nə bilim 1-2 ay sonra bitirəndən sonra bir də işləyin. Toplu mətnlər mütləq işlənməlidir. Yəni başqa mətnlərə qaçmadan, 20 sınağın belə mətnlərinə qaçmadan toplu mətnlər işləməlidir. Nə mücrü işləyin, nə güvən işləyin, nə də ki MHM, ya nə də ki ERM işləyin. Okay? Bunların hamısı vaxt itkisidir. İmtahana sizə dimdən düşəcəksə, siz də dim işləməyə məcbursunuz 140 gün ərzində. Başa düşdünüz? Başqa heç nə tövsiyə eləmirəm və bəzi şeylər də tezisdir, xülasədir. Bunları yaza bilmirsinizsə, açın, müəlliminizə deyin ki, mənə tezis xülasəni başdan bir də izah elə. Mən nə tər tapmalıyam? Bunu praktikə oturtdurandan sonra çox rahat gələcək. Okay? Müəllimimiz şeycə YouTube-dan axtarın. Tezis xülasə nədir? Başlayın izaha baxın, qeydlərinizi tutun, öyrənin ya da ki, hər hansı bir qrammatik işləmini oxuyun, o başqa məsələ. Və şagirdlərin ən çox problem elədiyi mövzulardan biri də sözün qarşılığıdır. Yəni sözün qarşılığını tapanmırlar. Bu sözün qarşılığını hardan tapacaq? Baxın, dimin izahlı lüğəti var. Hər yerdə kitabxanalarda falan satırlar. PDF varmı bilmirəm, amma satırlar. Yəni ya da ki, olan birindən şəkil falan da istəyə bilərsiniz, fərqi yoxdur. Baxın, dimin Dövlət İmtahan Mərkəzinin izahlı lüğəti. İmtahanı kim keçirdir? Dövlət İmtahan Mərkəzi. Ha, gördünüz, üst-üstə düşdü. Deməli, hardan düşəcək o izahlı lüğət sözləri, sözün qarşılığı həmin o lüğətdən. Okay, bunu bilin. Hər gün 10-20 dənə söz öyrənsəz 140 gün ərzində qutararsınız. Yəni bəzi şeylər də çox bəsitdir. Sadəcə biraz əziyyət tələb edir. Okay? O izahlı lüğətdəki sözlər heç kimin başına belə deyim, göydən düşməyəcək. Ya məktəb zamanından o izahlı lüğətləri dərsliklərin arxasındakılar öyrənməliydiniz, ya da ki, açın, oxuyun, öyrənin. Bu da belə. Yəni niyə görə 5 balınızı, 10 balınızı itirəsiniz buna görə ki, 2 dənə açıq suala düşər, 10 balınız gedər. Ya bir qapalı, bir açıq düşər, 7-15 balınız gedər. Bunu niyə görə itirəsiniz siz? İtirməyin. Bəzi OTK sınaqları. Buraxılışa qədər 5 dənə OTK sınağı var. Əyani şəkildə keçiriləcək. Bunların 5-nə də gedin. Baxın, yenə deyirəm, müəllimləriniz kimi demirəm ki, gedin orada vaxt idarə eləməyi öyrənin. Gedin orada onu öyrənin, bunu öyrənin. Orada heç nə öyrənməyin. Ora öyrənilə biləcək bir yer deyil. Baxın, o 5 sınağın 5-nə deyərsiniz, amma 5-də də vaxt idarə edə bilməzsiniz. Gedərsiniz 6-cı imtahanda da gedib o vaxt idarə edə bilməzsiniz. Okay? Yəni o vaxt idarə etmək söhbəti biraz evdə öyrəniləcək bir şeydir. Vaxt idarə etmək istəyirsən, qapını kilitlə, timer qoş, özünə sərhəd qoy və belə idarə elə vaxt. Okay? Vaxt idarə etmək çox çətin bir şey deyil. Əziyyətli bir şeydir. Okay? Amma yəni formulu çətin deyil də, başa düşdünüz? Yəni xüsusi bir pul verib sınağa getməyə ehtiyac yoxdur. O başqa məsələ. Mən demək istədiyim, gedin 3 saat orada oturmağa alışın. 3 saat bir yerdə oturmağa alışın. Evdə yox. Çöl paltarlarınızla 3 saat, hətta 3 saat yarım imtahanda hətta 1 saat əvvəldən çağırırlar. 4 saat oturmağı öyrənin. Orada belə bir şey olur. İlk girdiyin fənlər yazırsan, tıkır-tıkır gedirsən ki, rahatsan. Amma axıra yaxın ki, bir insan 4 saat bir yerdə oturmağa alışır bir varlıq deyil axı. Artıq çətinlik gəlir. Yəni durmaq istəyirsən, narahatlıq gəlirsə və axıra saxladığın o fənnin başında partlayır o narahatlıq. Başa düşdünüz? Yaxşı bildiyin fənni saxlayırsan ora, yaxşı bildiyin fənni yazamırsan. Çünki artıq verim də çıxım canım qutarsın istəyirsən. Amma canın qurtarmağı sənin nə bilim 20-30-40 balından olur. Okay? Onun üçün deyirəm, gedin alışın.
5 dənə sınaqda heç olmasa orada oturmağa alışın ki, 6-cı sınaq olan o imtahanda sizə adi gəlsin o 3 saat, 4 saat orada oturmaq. Okay? Yəni durduğunuz yerdə balınızdan olmayın. Bunu demək istəyirəm. OTK sınaqlarına buna görə gedin. Və mövzuda var. O mövzulara görə hazırlaşın, gedin ki, nə yazasınız. O demək deyil ki, siz OTK-da yığdığınız balı yığasınız. Düzdür, çox uşaqda bu elə gətirir. Məndə də elə gətirmişdi təqribi. Amma o demək deyil ki, onu yığasınız. OTK özü belə dim tipi deyil. Okay? Amma gedin. Çünki bu dimin bir qoludur. Yəni keyfiyyətli sınağıdır. Ən azından sistemləri keyfiyyətlidir. Bunu bilin. Keçək ingilis dilinə. Baxın, ingilis dilində önəmli nüanslar çoxdur. Söz öyrənməyidir, listeningdir, readingdir, qrammatikasıdır. Amma mən ən önəmli nüans deyirəm ki, söz öyrənmək. Söz öyrənməyi əlinizdən buraxmayın. 140-cı günə qədər, imtahan gününün səhərinə qədər söz öyrənməyi belə deyim də əlinizdən buraxmayın. Okay? Dərsliklərin arxasında, bilmirəm, bəziləri Jönları Modovadan oxuyur, bəziləri dərsliklərin arxasında oxuyur, bəziləri Nərci Nəcəfdə oxuyur, bilmirəm. Amma bu dimin sistemində olan sözləri oxuyun, imtahana qədər öyrənin. Okay? Yəni keyfiyyətli öyrənməyinizə ehtiyac yoxdur, sadəcə tərcüməsini bilin. Artıq əvvəl dedim ki, definitionlarına öyrənir falan filan. Amma 140 gündə bunu eləyə biləcək uşaq iradəsi çox az uşaqda var və vaxt da biraz heç birimiz robot deyilik. Okay, onun üçün yenə də ən azından tərcümələrini öyrənməyə çalışın. Okay? Yaxşı, keçim listeninglə. Listeningi nə qarı? Deyək ki, mən 140 gün qalıb və mən listeningim çox bərbaddır, yaxşı deyil. Sən ingilis dili tövsiyə edirəm. Mən ingilis dili tövsiyəmə baxa bilərsiniz bu arada. Baxdım, amma gördüm ki, orada eləyəcəyim qədər vaxt yoxdur məndə. Nə qara bilərəm? Baxın, Dünya Nicarın kitabı var. Sponsor falan deyil yəni deyirəm. Kitab var. Alın o kitabı. 50 dənə listing var orada. Baxın, birinci listingi dinləyin. 2 dəfə dinlədiniz. Açın sualları yazın. Yazın, nə yazdın? 3 dənə, 5 dənə, 4 dənə, bilmirəm. Yazdın. Analiz elədin. Всё. Açırsan kitabın arxasında tracklər var. Onun reading hissəsi var, yazı hissəsi var, listening. Onu oturun, oxuyun, tərcümə eləyin. Bilmədiyiniz sözləri lüğətinizə yazın, öyrənin. Всё. Oxudun, öyrəndin. Artıq bu tərcüməsini bilirsən. Aç listeningi. Gözünlə izlə. İzlə, məsələn, dedikcə sən izlə. Bəzi sözləri necə pronunciation elədiyim bil. Okay? Bildiyim, всё. Ondan sonra kitabı bağla, aç soundu, yəni səsi. Səsi aç, sadəcə dinlə. Dinlədikcə görürsən ki, mən bu tərcüməsini bilirəm və bunu 50 track eləsən, harca 20-ci trackdə listening qabiliyyətini nə qədər inkişaf etdiyini görərsən və bu sən OTK nəticənə də yansıyacaq, belə deyim. Okay? Sadəcə bunu eləyin, istiqrarlı şəkildə. Hər gün birini eləyin. Hər gün birini eləsəniz 50 günə bitirir, başa düşdünüz. Həm 2 gündən birini eləyin, 100 günə bitirərsiniz. Amma bunu eləyin, mütləq eləyin. Baxın, 140 gün tək şansınızdır. Yəni belə deyim, fevrala gəlib dirənəndə riyaziyyatda bəzi mövzularda zəifliyin var, açıb izaha baxıb toplumdan işləyib düzəldə bilərsən. Amma listingi 28 gündə düzəldə bilməzsən. Yəni düzəldərsən bəlkə də, amma çətin olar sənin üçün, okay? Yəni listing zamanla ola biləcək bir şeydir və 140 gün kifayət qədər yaxşı bir zamandır. Bunu eləyə bilərsiniz. Amma gəlib 30 gün eləndə eləməyin bunu. Çalışın indidən eləyin. Nəyi də eləməsəz, nəyi də köçürsəz, listingi çalışın oxuyun. Listingi çalışın. Yəni başqa şansınız yoxdur, belə deyim. Listening vaxt tələb edən bir şeydir və o vaxt daraldıqca stressiniz daha da artacaq. Qrammatika. Baxın, qrammatikada bəzi şeydən danışdım. Qrammatika dediyim kimi yenə ingilis dili videoma baxın, xahiş edirəm. Girin kanalda baxın. Belə deyim, qrammatika əslində biraz bəsit görsənir. Qaydanı oxu ya da ki, bölümün izahından bax, aç toplu işlə. Sadəcə toplu işləyin. Başqa heç nə işləməyin. Vaxtınızı itirməyin başqa şeylərə. Okay? İtirməyin. Ondan sonra gedin riyaziyyat işləyin, topludan başqa kitab işləyəcəyinizə. Gedin köçürün gedin, nə bilim, bilmirəm, nə qarşı eləyin. Okay? Toplunu işləyir amma. Yaxı, mövzudan baxdım, toplunu işlədim, qrammatika bitdi kimi görsənir. Amma məsələn deyirəm, bir hazırlığa gedirsiniz də. Hazırlığa gedirsiniz və açsınız qrammatikadan filan mövzuları verib müəllimə və siz 3 dənə mövzu verib, siz bunun ikisini yazdınız, birini köçürtdünüz getdiniz. Okay? Amma hazırlıqdakı bütün uşaqlar bunun üçünü də yazıb. Və 5-10 mövzu sonra ya da ki 5 mövzu sonra müəllim oradan bir sınaq verir. Sən yazanmırsan onu. Sən farkında olmalısan ki, müəllim elə bilir ki, siz hamınız bunu yazmısınız. Çünki sən müəllimə deməmsən, mən köçürtmüşəm. Mən yazmışam demirsən müəllimə. Müəllim elə bilir ki, sən o mövzunu bilirsən. Okay? Amma hamı özünü daha yaxşı tanıyır. Müəllim sizi yaxşı tanıya bilməz. Sizdən yaxşı tanıya bilməz. Hansı mövzunu köçürtmüsən, hansı mövzunu yazmısan, sən bilirsən. Və o köçürtdüyün mövzuları artıq otur onların üstündə işlə. Okay? Çünki o səhvləri müəllim düzəltməyəcək və müəllimin də səhvi deyil ha bu arada bu. Sən köçürdümsənsə, bunu düzəltmək sənin borcundur. Müəllim o dərsi keçib. Okay? Onun üçün köçürdüyünüz mövzuları alın dəftər. Qeyd edin ki, mən filan mövzuları köçürdümüşəm.
Və bunları başlayın təzədən işləməyə. Müəllimənizə səhvlərinizi göstərin ki, mən bunları yaxşı işləməmişdim, bla bla köçürdmüşəm deməyin. Amma deyin ki, yadımdan çıxıb. Belə-belə gedin, izah istəyin, belə eləyin, belə eləyin, okey? Amma o köçürdüyünüz mövzular üstündən tullanmayın. Tullandıqca gəlib fevral ayına yenə deyirəm, gələndə görürsən ki, mən məsələn deyirəm nida cümləsini köçürdmüşdüm. Mən məsələn sual cümləsini köçürdmüşdüm. Mən bunlarda heç nə bilmirəm. Mən bu fevral ayına nətər çatdıracağam bunları? Hələ 2 mövzudur ha. Xoşbəxtlikdən 4-5 mövzu olsa heç nə getdi balın. Okay? Onun üçün deyirəm, köçürdüyünüz mövzuları yavaş-yavaş kompensasiya eləməyə başlayın. Yəni hamı köçürdür də, indi heç birimiz bir-birimizi aldatmayaq. Mən də köçürdümüşəm, o da köçürdür, bu da köçürdür, amma düzəldə bilərsiniz. Əlinizdə vaxtınız varkən riyaziyyatda da köçürdüyünüz mövzuları düzəldin, Azərbaycan dilində də düzəldin, ingilis dilində düzəldin. Okay? Biz hamımız abituriyent olmuşuq və bir-birimizi anlayırıq məncə. Keçək readingə. Reading nədir? Dünyanicar. Yəni dünyanicar işləyə bilərsiniz, toplu işləyə bilərsiniz. Raqif Mərdinov görürəm TikTokda və müəllim ancaq orada nümunələr verir. Onu da işləyə bilərsiniz. Reading çox böyük bir şey deyil. Oxuyub anlama qabiliyyətiniz olandan sonra reading yazmaq sizin üçün böyük bir problem olmayacaq. Okay? Sadəcə bəzi nüanslar var ki, essaydir, sözün qarşılığıdır. Yəni deyirəm, bunları güclü lüğət bazasının belə deyim, təsiri ilə çıxa bilərsiniz buradan. Güclü lüğət bazanız varsa siz bu sualların hamısının altından çıxarsınız. Esseni də yazmaq üçün falan fistan bunların hamısı ingilis dili videomda var. Kanala keçid edib baxa bilərsiniz. Bunlar haqqında ətraflı danışmayacağam. Amma yenə deyirəm, hər şeyin başı yaxşı söz bilməkdən keçir. Yaxşı söz bilin ki, həqiqətən də qabağa keçəsiniz. 2 addım, 3 addım, bəlkə 5 addım qabağa keçə bilərsiniz. Keçək riyaziyyata. Riyaziyyat mənim ixtisasımdır. Mən Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimliyi ixtisasındayam və tədris ingilisində oxuyuram. Bu ixtisasım olduğu üçün biraz geniş danışmaq istəyirəm burada, çünki yaxşı analiz edildiyimi düşünürəm bu imtahan sistemin, riyaziyyatın buraxılışında, blokunda. Belə deyim, riyaziyyatda 25 sual olur, 19-u belə deyim qapalı, açıq qapalı tipli olur. Qalan 6-sı isə ətraflı tipli olur. Okay. Baxın, bu 19 suala həqiqətən keyfiyyətli toplu işləyərək üstəsindən gələ bilərsiniz. Yəni toplunu mən keyfiyyətli işlədim, çox ağır suallarına girmədim, amma işlədim də, həqiqətən anlayaraq işlədim və 19 sualı yaza bilərsiniz. Həqiqətən ora toplumdan düşür sadəcə. Amma qalan o 6 sualı yazmağın 2 yolu var. Ətraflı sualları necə yazacağam? Yəni görürəm çox müəllimlər paylaşır, belə ətraflı suallar belə yazmaq olar, belə yazmaq olar, belə yazmaq olar. Mən bir abituriyent gözündən yorumlayanda 2 yolunu tapıram bunun. 2 yolla yaza bilərsiniz ətraflı sualları. Birincisi, riyaziyyatı həqiqətən öyrənməlisiniz. Yəni həqiqətən riyaziyyat bilməlisiniz də, belə deyim, riyaziyyat təfəkkürünüz olmalıdır. Və bəzi mövzuları sual tipinə görə yox, riyaziyyat öyrəndiyiniz üçün öyrənməlisiniz. Başa düşdünüz? Bu düstur niyə belədir soruşmağı bacarmalısınız. Belə yavaş-yavaş riyaziyyat təfəkkürünüz də oturacaq və o sualın içindən necə çıxacağınızı biləsiniz, okay? Beyninizdən çıxasınız. Ya da ki, davamlı şəkildə iri həcmli suallar işləyəsiniz. Məsələn deyirəm, bəzi müəllimlər elə kitablar çıxartmalıdırlar, bilmirəm. Elə PDF-lər hazırlayırlar, ətraflı sual tipləri və o tipi də tutuzdurmaq çox çətin bir şeydir. Dimin tipini tutuzdurmaq ətraflılarda. Belə deyim də, o samanlıqda iynə axtarmaq kimi bir şeydir. Ya samanlıqda iynə axtarasınız, ya da ki, həqiqətən riyaziyyatı öyrənəsiniz. Okay? Yəni belə deyim də, topuldakı ətraflı suallar da işləyə bilərsiniz, amma o sizin üçün 140 gün üçün çox böyük bir vaxt alacaq, həqiqətən. Çox böyük vaxt alacaq və bəzi 2, 3-cü, 4-cü qruplar üçün əlavə vaxt kimi də görünə bilər. Yəni o qədər ağır da düşmür açığı. Demək istədiyim odur ki, 2 yol dedim. Ya samanlıqda iynə axtarın, ya da həqiqətən riyaziyyat öyrənin. İxtisasım riyaziyyat müəllimliyi olduğu üçün və biraz da anlatmağı sevdiyim üçün bəzi şeylər, yəni bir müddətdir, hətta bir aya yaxındır, bəzi şeylər üstündə işləyirəm. Dimin imtahan sistemini analiz edirəm, necə olduğunu, hətta 92-ci ildən bəri analiz eləyə gəlmişəm. Dimin bəzi kalıplar üzərindən sual hazırladığını görürəm. Zaten əvvəldən də görürdüm abituriyent vaxtlarımdan, amma indi daha açıq və əlimin belə deyim, içində oynada biləcəyim şəkildə görürəm. Okay? Dimə sual falan da yaza bilərəm, çünki çox oxşar suallar atırlar, çox rəqəm dəyişib atdıqları suallar olur. Ki bəzi düzdür, təcrübəli müəllimlər də bunu belə deyirlər, amma əlavə kitabları işləmək lazım deyil, bunu ona görə deyirəm. Çünki mən bəzi şeylər bilirəm. Bəzi şeyləri analiz etməyi bacarmış biriyəm. Bütün bu analizlərin, əziyyətin nəticəsində bir playlist yaradıram və playlistin ilk videosunu sabahdan başlayaraq atacağam. 140 gün ərzində riyaziyyatın ilk mövzusundan, natural ədədlərdən son mövzusuna qədər, yəni çox üzvlərə qədər olan bütün mövzuların izahlarını verəcəm. Okay, deyə bilərsən ki, niyə görə sən videolarına baxaq? Niyə görə sən fərqli elədiyini düşünürsən? Belə deyim, mən bəzi şeyləri abituriyent gözü ilə yorumlamağı sevirəm. Okay? Yəni mən abituriyent olsam burada necə düşünərəm, fikirləşirəm. Çünki bəzi müəllimlər artıq
nə bilim 15-20 il əvvəl abituriyent olublar və onların da sistemi fərqli idi. Məsələn, onların dövründə sosial media falan da yox idi. Biraz fərqli idi. Amma mən izah elədiyim yön həmin mən baxan tələbənin yönü ilə eynidir. Okay? Yəni baxış bucağı ilə eynidir. Bu suala necə yanaşacağın, bunu necə anlaya biləcəyin bilirəm mən. Çünki mən də eyni şeyləri yaşamışam. Mən də eyni şeyləri anlamağa çalışmışam, çətinlik çəkmişəm. Okay? Onun üçün playlist yaratdım. Yəni videoları çəkmişəm, artıq 20-25 video hazırdır və bitirəcəm də. Yəni dekabrın ortasına, maksimum dekabrın axırına qədər playlisti bitirməyi düşünürəm. Hə, deyə bilərsiniz ki, yenə o qədər müəllim var da. Yəni okey, sən belə desən belə təcrübəli müəllimlər var. Niyə görə sənin videolarına baxaq biz? Okay? Mən də deyirəm ki, baxın, o müəllimlər həqiqətən keyfiyyətli müəllimlərdir. Keyfiyyətli izahlar da verirlər. Amma sadəcə izah verirlər və kompakt bir kanal deyillər. Okay? Kompakt başdan sona bütün izahları verən mən bir-iki YouTube kanalı görmüşəm. O da ki, çox səthi verir. Yəni qəribə şəkildə izah verirdi. Mən belə bir şey eləməyi planlayıram. Baxın, bəzi mövzular riyaziyyatda hələ ki, sadəcə düstur əzbərləməklə getməməlidir. Deyək ki, düsturu əzbərlədiniz, müəllim deyək ki, düsturu deyir və onun isbatını belə verir hətta. Amma nəticədə o düsturu sən öyrənirsən, əzbərləyirsən. Amma gəlir misal qabağına çıxanda yazanmırsan. Sonra da şərhə yazırlar ki, mən düsturu bilirəm və çox klişe olan bir sual verilir ki, mən düsturu bilirəm, amma tətbiq eləyə bilmirəm. Və nəticədə çox klişe bir sual verilir. Mən düsturu bilirəm, qaydanı bilirəm, amma tətbiq eləyə bilmirəm. Sən bu çox absurd bir sualdır. Çünki sən düsturu bildiyin anda tətbiq eləməyi bilməlisən. Okay? Və buna nə tər olur? Bir düstur deyiləndən sonra, bir qayda deyiləndən sonra, bir teorem deyiləndən sonra, okay, deyək ki, bir uşaq var qarşımda, mən onu deyirəm bu qaydanı, bu düsturu deyirəm. Ya da ki, isbat edirəm, fərqi yoxdur. Bu onu həmin anda misal içində görməlidir. Və bir misal yox, onlarla misal içində görməlidir ki, bu artıq onun beyni həcc olsa, istəsə belə çıxarda bilməsin də, o gözündən girsin o düstur, artıq beynində həbs olsun. Okay? Və bunu mən eləməyi bacarmışam məncə bu playlistdə. Baxın, bir qaydan deyirəm, həmin anda onun topuldakı nümunəsini verirəm, məsələn deyirəm. Yəni məsələn, bir düstur dedim mən. Uşağın beynində sual yarada bilər ki, bu düsturu mən harda istifadə edirəm? Bəlkə bu düstur lazımsızdır. Mən də həmin anda, bu uşaq bunu deyən anda buraxılışdan hər hansı bir sual nümunəsini göstərirəm ki, bax bu düsturu işlədəcəyim bir sual buraxılış imtahanında 2022-ci ildə düşüb məsələn. Bu o demək deyil ki, 2026-da düşməyəcək. Hətta belə deyərdim ki, buraxılışlar o biri illərdəki buraxılışların təkrarlarıdır. Sadəcə oradan bir sual yığırlar, buradan bir sual yığırlar, bir iki dənə fərqli sual atırlar, olur buraxılış imtahanı. Okay? Onun üçün deyirəm, bəzi şeylər kompakt şəkildə eləmək lazımdır və sualları həqiqətən keyfiyyətli şəkildə seçmişəm, sırası ilə seçmişəm və belə deyim də çox analiz eləmişəm. Bunun üçün çox əziyyət çəkmişəm biraz. Təqribən bir ayda video çəkirəm də həqiqətən. Biraz 90 gün ərzində bitirmək deyirəm. Hə. Və belə deyim, izaha baxandan sonra, məsələn deyirəm, bərabərsizlikdir. Bərabərsizlik bəzi uşaqlar həqiqətən çətinlik çəkir burada. İzaha baxdım, nümunələndirdim. Buraxılışa indiyə kimi düşmüş bərabərsizlik suallarını nümunələndirdim və topuldakı ən vacib sualları nümunələndirdim. Artıq bərabərsizliklə bir problem yoxdur. Buraxılışa düşəcək yazacağam. Bunu garanti bilirəm, çünki mən o videolara baxmışam. Həqiqətən abituriyent gözündən yorumlayan bir müəllimin dilindən bu dərsi dinləmişəm mən. Bəs. Mən əmin deyiləm. Bəlkə bərabərsizlikdən indiyə kimi düşmüş ən çətin sual 2026-cı ilin imtahanına düşdü. Ondan ağaracam. Mən bunu da hesablamışam ki, çətin suallarda hardan salırlar? Ya OTK-dan salırlar, ya da ki 20 sınavdan salacaqlar. Yəni model səviyyəsində heç vaxtda çıxmırlar. Onun üçün model işləməkdə biraz vaxt kimi gəlir mənə. Elə fizikada da. Fizikadan bəzi suallar salmışlar. Nəysə, heç ora girməyim mən. Ya OTK-dan düşür, ya da ki 20 sınavdan düşür və onları da ayrı-ayrı. Məsələn deyirəm, 2019-dan 2025-ə qədər keçirilən bütün əyani və onlayn OTK-lardakı bərabərsizlik suallarını seçmişəm və onları da ayrı izah eləmişəm. 20 sınavda olan bütün bərabərsizlik suallarını kəsmişəm, düzəltmişəm PDF şəklində, onu da belə deyim, izah eləmişəm. Okay? Yəni ən çətininə belə hazır olduqdan sonra artıq o deməkdir ki, bərabərsizlikdən düşən istənilən sualı mən orada yazacağam. Okay? Trigonometriyədən düşən istənilən sualı mən orada yazacağam. Loqaritmadan düşən istənilən sualı mən orada yazacağam. Müstəvilərdən düşən istənilən sualı mən orada yazacağam. Okay? Bu o deməkdir. Və belə deyim də, ciddi, yəni ən azından bir dost kimi mən o dərsləri izah elədiyimi düşünürəm. Orada elədiyim söhbətlər də elədi.
Orada elədiyim qatdığım baxış bucağı da elədi ən azından. Çünki abituriyent səviyyəsində riyaziyyata və fizikaya mən hakiməm. Hər nə qədər indi tələbə də olsam, buna hakim olduğumu düşünürəm. Zaten videolara baxanda da görərsiniz. Okay. Dəstək olsa sevinərəm. Baxın, fikrimcə bəyənərsiniz playlist başlayanda. Sabah atacağım ilk videosunu. Belə və 140 gün ərzində bitirməyi planlayıram və fevral ayı üçün də ayrı bir belə deyim də konsept fikrimdədir. Onu da bitirim ki, belə deyim də, hər nə qədər fevral ayına kaşkilər kimi baxsam, iş fevral ayında həll olur. Fevral ayında çox şey həll eləyib, həqiqətən çox bal artıran insanlar da tanıyıram. Elə biri mən özüm idim. Okay? Onun üçün belə deyim, fokuslanın, çalışmağa davam edin, tövsiyələrimi nəzərə alın və fizikadan da eyni zamanda playlisti başladıram 2-ci gün. İzləyə bilərsiniz. İkisini də eyni keyfiyyətdə izah eləmişəm və ikisində də eyni şeylər demişəm. Okay? Bu qədər. Təşəkkürlər. Bəyəndinizsə like atın, bəyənməsə dislike atın, abunə olun, şərh yazın. Bu qədər.